Derem ölməyində və çətin anda oğluna bir vəsiyyət söylədi vurğuna ney? Derem ölməyində və çətin anda oğluna bir vəsiyyət söylədi vurğun. Sən elə bir gözəl tap ki aravun, yollaşıb həyatda qədrini bilsin. Ne sana boylansın ne de sola, seninle ağlasın, seninle gülsün. Derem üzümden okunsun aman, üzümden okunsun sözü söhbəti, bir məhsub baxşı namusu olsun, bir şəhla gözləri, saf məhəbbəti, benim gönlümün nakşı olsun, ay dedi bir dadama, ana